OTK-nın 9-cu siniflər üçün keçirdiyi sınaq imtahanından bir neçə suala baxaq. Siz də neçə doğru yazdığınızı rəy bölməsində qeyd edə bilərsiniz. Birinci sualda deyir, hansı sözün izahı verilməmişdir? Hərcməclik, başınalıq, bu anarxiyadır. Köhnəlmiş, qədim, arxaik. Hadisələr və əşyalar arasında oxşarlıq, uyğunluq, analogiya. Qədim sənədlərin və yazılı abidələrin saxlanıldığı yer arxiv. Burada cavab anonimdir. 2-də cədvəldəki uyğunsuzluğu istəyir bizdən, yəni səhv fikirləri. Nümunədə tünd qara hərflərlə verilmiş söz, deməli, baxın, birincidə bu çox sözdür. Çox gəzən çox bilər. Burada çox sözü zərfdir, çünki hərəkəti izah edir, hərəkətə aiddir. Deməli, ona aid fikirlərdən deyir, qeyri-müəyyən miqdar saydır və qurulu iqtisadədir. İndi bunların arasında səhv hansıdır? Əlbəttə ki, bir səhvdir. Qurulu iqtisadə olması isə düzdür. Yəni, biz səhvi götürürük. Digər cümlə, ləkin 3-də 2 hissəsi şumlanmışdır. Deyir, miqdar saydı. Bəli, bu kəsr saydı. Kəsr sayılardır, miqdar sayılarının bir hissəsidir. Yəni, bu doğru fikirdir. Götürmürəm. Və qurulu üçcə mürəkkəbdir. Bu da təbii ki, görürsünüz ki, yəni ayrı yazılıb, tərkibi saydı, qurulu üçcə mürəkkəbdir. Bu da doğrudur, bunu da çıxıram. Növbəti cümlədə deyir, 5-ci siniflər bugün qalib gəldilər. Sayımız bizim, yəni tünd qara hərflərlə verilmiş 5-ci sözdür. Deyir, bu məna növünə aid sayıların qurulu üçcə sadə və mürəkkəb nümunələri də olur. Bu yanlış fikirdir. Çünki sıra sayı heç vaxt sadə ola bilməz. Onun tərkibində yəni incil eksik şəkilçisi var. Bu heç vaxt sadə ola bilməz. Düzəltmə ola bilər və mürəkkəb ola bilər. Ayrı yazıldıqda mürəkkəb ola bilər. Və 6-da deyir, ərəb rəqəmi ilə yazıldıqda şəkilçisiz işlənir. Xeyr, ərəb rəqəmi ilə yazıldıqda yox, Roma rəqəmlərinə yazıldıqda şəkilçisiz işlənir. Bu da səhv fikirdir. Cavabımız 1, 5, 6. Növbəti sual. Deyir, cədvəldəki hansı sözlərin yeri dəyişdirilsə, yazdış baxımından yol verilmiş səhv aradan qalxar. Bu xana görürsünüz düzgün yazılmış sözlər, digərisi yanlış yazılmış sözlərdir. Bunlardan görək hansıların yerini dəyişdirməliyik ki, cədvəldə yanlışlıq olmasın, yol verilmiş səhv aradan qalxsın. Baxın, gəraylı düzgün yazılıb, buna mən deyə bilmərəm. Gicitkən isə səhv yazılıb. Bu, gicitkən yazılmalıdır, ənən. General isə düzgün yazılıb. Deməli, burada düzgün yazılmış sözlərin arasında bir səhv yazılmış söz var, 2-dir. Bunu dəyişib qoymalıyıq digər xanaya. Görək, indi digər xanada hansını getirməliyəm bu yana. Burada da yanlış yazılmış sözlər. Gilavar. Gilavar sözü düzgün yazılıb. Ona görə də onun yeri burada gəlir, bu xana deyil. Digər xanaya qoymalıyam. Yəni 4, belə deyək, 2 ilə 4-ün yerini dəyişməliyəm. Çünki 2-də verilən söz səhv yazılıb, 4-də verilən söz isə düzgün yazılıb. Bunların yeri dəyişməlidir. Digər güllə, boran, bu elə səhv yazılıb, buna deymirəm. Yəni bu A ilə yazılmalıdır, güllə, baran və gübrə də səhv yazılıb, burada ü olmalı deyil. Belə.